Zəbur 52-ci məzmur. Musiqi rəhbəri üçün Davudun maskeli. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə. Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti. Ey hiləgər, dilin insanı məhv eləyir, iti ülgüc kimi kəsir. Yaxşılıqdan çox yamanı, doğru sözdən çox yalanı sevirsən. Ey hiləgər dilli, məhvedici sözləri çox sevirsən. Allah səni əbədilik qıracaq, yaxandan yapışaraq evindən çölə atacaq. Dirilər arasından kökünü qoparacaq. Salihlər buna baxıb qorxacaqlar, gülə-gülə belə deyəcəklər. Bu adam Allaha pənah gətirmədi, öz bol sərvətinə güvəndi, başqalarını məhv eləyərək gücləndi. Amma mən Allahın evində yaşıl zeytun ağacına bənzərəm. Daima əbədilik Allahın məhəbbətinə güvənirəm. Sənin gördüyün işlərə görə daim şükür eləyirəm. Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram.